Əgər münasibətlərində təkrar eyni problemləri yaşayırsansa, bu video sənin üçün ola bilər. Unutmamalıyıq ki, heç kim münasibətlərə boş bir zehnlə başlamır. Uşaq vaxtı sevgi, güvən, sərhədlər və sair kimi məsələlərlə bağlı öyrəndiklərimiz yetişkin çağımızda bizim münasibətlərimizi biz fərq etmədən idarə edir. Ona görə də əgər sevgi uğruna özündən vaz keçirsənsə, aşırı verirsənsə, yox deyə bilmirsənsə, güvən məsələlərində çətinlik çəkirsənsə, o zaman problem qarşıdakı olmaya bilər. Çünki davranışlarımızın arxasında görünməyən inanclarımız və duyğularımız vardır. Və təbii ki, onların fərqində olmaq münasibətlərinizi də daha sağlam bir vəziyyətə gətirəcəkdir. Daha geniş məlumat üçün təqibdə qala bilərsiniz. Əgər sizin də münasibətlərinizdə hər hansı bir mövzuda çətinliyiniz, probleminiz varsa,